gözəl. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçılarımız. Hər birinizi xoş gördük. Nəğməli Dünya efirdədir. Hörmət tamaşaçılar, bilirəm ki, səbirsizliklə Nəğməli Dünyanı gözləyirsiniz. Çünki hər kəs bilir ki, Nəğməli Dünyada çox gözəl musiqili qonaqlarımız var. Daha sonra burada ansamblımızın canlı ifalarını eşidəcəyik. Odur ki, nə edirsiniz? Sevə-sevə izləyin, kanalı dəyişməyin. Çünki doğma kanalımızda hər şey mükəmməldir, gözəldir. Sevgi ilə baxın bizə. Həm də burada studiyamızda tamaşaçılarımız da var. Onların da bir alqışları, üzündəki o təbəssüm təbii ki, hər birimizə simvol verir. Odur ki, hörmətli televiziya tamaşaçılarımız, izləyin bizi. Bir-birindən gözəl və rəngarəng ifalar olacaq. Amma gəlin, indi isə Uğur Ansamblının bədi rəhbəri Səbuhi bəyi salamlayım. Xoş gördük, müəllim, nətərsiniz? Axşamınız xeyir olsun, xoş gəldiniz, xoş gördük hamımızı. Demişəm, gülə-gülə danış mənlə, gülür artıq. Gözəl bizim qonaqlarımız var, sənətkarlarımız buradadır. Allah canlarını sağ eləsin, xoş gəliblər. Buradan bizi tamaşaçılarımız izləyir, ekran qarşısında əyləşiblər. Onları salamlayıram, gələn tamaşaçılarımızı salamlayıram. Ansambl xoş gəlib, bir-bir həmişə təqdim edirəm. Bugün sizin efirdə inşallah ansamblın adını dəyişəcək, Uğur Ansamblını dəyişirik. Səbuhi instrumental ansambl öz adıma. Yedilik var, yox, yedilik var. Uğur Ansamblı qoyuruq, Uğur Ansamblının adını uğurlayırlar. İndi axırı məcburiyyətdən öz adımı qoydum da, o da uğurlasalar da qutardılar. Yaxşı ki, adını uğurlayırlar, başqa şey uğramırlar. Ona görə Allah sizi var eləsin, bizi buradan dinləyirlər, bizə baxırlar. Bütün Azərbaycanımızı bölgələrini bölmürəm, hamısına salamlarımı çatdıram, axşamları xeyir olsun. Demək, Ağdaşdan bizi həmişə izləyirlər. Göyçaydan, bütün bölgələrdən, Naxçıvandan da adaşlarım var orada, Səbuhi. Həmişə salam deyir sizə. Nə gözəl, sağ olsun. Meyniman, Hazqablı Meyniman kəndindən bizim diqqət xalamız var. Həmişə bizə kənd təsərrüfatı malları göndərir bizə. Sağ olsun, əlləri var olsun. Anamızı salamlayıram. Rəhlə anamızı salamlayıram. Rəhmə xalamı salamlayıram. Rəhimədir, Rəhlə. Rəhlə anamın Mamanın adı Rəhlədir də. Rəhmə xalamdır. Xalamdır. Buradan Salyan rayonunda salamlayıram. Salyanın Xıdırlı kəndindən Cek adında oğlan var, balıqçıdır. Yəni onu da salamlayıram, dostumuzdur. Allah sizi var eləsin, gələn qonaqlarımızı salamlayıram. Başda Ramiz müəllim olmaqla bizə bu şəraiti yaratdığınız üçün təşəkkür edirəm, var olasınız. Təşəkkür edin. Bir gözəl xanımımızla da bir tanışaq. Mikrofon ötürək. Əhvalımız necədir? Çox sağ olun, hər kəsi salamlayıram. Baxıram, TikTokda canlaşırsan. Əhvalımız çox yaxşıdır. Hər kəsə uğurlar arzulayıram, bizi izləyənlərə salamlar deyirəm. Buradan anamı salamlayıram. Anam baxır, nə gözəl. Adı nədir mamavın? Dilarə. Dilarə xanımı salamlayıram və Çox onun sağ olun. əllərindən öpürəm ki, sənin kimi belə ağıllı, gözəl qız tərbiyə edib. Halal olsun. Salamlayıram o gözəl anamızı. Sənətkar. Hər vaxtınız xeyir olsun. Qızım baxır, əsas odur. Leyla baxır. Baxır. Leyla balamı salamlayıram. Allah saxlasın. Bəxti gözəl olsun. Rahman xanım, siz də superdir maşallah. Təşəkkür. Kanalda maşallah baxırıq, hamı baxımlı kanaldır. Mən də Şirvan şəhərimizi salamlayıram, Azqabal rayonumuzu. Belə də. Təşəkkür. Çox sağ olun. Dostlar, sən yenə dur ayağa. Arada bir otur bu, yoxsa özüm gələcəm ora. Rahman xanım, sizə salam deyirəm. Yaşadığım yer Şirvan şəhərinin əhlinə salamlar deyirəm. Çox sağ olun. Təşəkkür, təşəkkür. Hə. Yaxşı. Gələcəm birazdan yervə, dayan. Qismət müəllim öz sözünün o çubuqlarla deyəcək, o danışmağın arası yoxdur. Çox sağ olun, Xuraman xanım. Təşəkkür edirəm. Bütün hər yer gəzsək də, sizin yerinizə heç kim vermir. Deyir, harada olsam, Sağ olasınız, Allah həmişə elədir. İnsan nəyisə itirəndən sonra onun dəyəri daha qiymətli olur. Odur ki, gərək bir-birimizin qədrini bilək, həmişə dəyər verək. Bir gözəl alqışlar istəyirəm burada bizim əyləşən tamaşaçılarımıza. Bədədən bizim qonağımız var. Birazdan onunla da söhbət edəcəyik. Nüsrət dayı gəlib. Nə gözəl, nə yaraşıqlı dayımız gəlib. Birazdan onunla da söhbət edəcəyik. Amma sənətkarı dəvət edirəm studiyamıza. Çox darıxır deyəsən. Çox sevdiyimiz insan bugün studiyamızdadır. Azərbaycan Dövlət və Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Respublika beynəlxalq müsabiqələrin laureatı, gözəl tarzən, dəyərli insan, sənətkar, tanınmış sevimlimiz
Cəbrayıl müəllim, Göyüşov gəlir. Bir alqışlarınızla. Xoş gəlmişsiniz Cəbrayıl müəllim, xoş gördük. Axşamınız xeyir. Sağ olun, təşəkkür edirəm. Axşamınız xeyir olsun. Dəyərli musiqiçiləri mən salamlayıram. Tamaşaçıları salamlayıram. Ekran qarşısında bizi izləyən bütün tamaşaçıları salamlayıram. Və çox sağ olun ki, belə bir gözəl verilişə bizləri də yad eləmişsiniz, xatırlamışsınız, dəvət eləmişsiniz. Sizə öz xüsusi təşəkkürümü bildirirəm. Siz bizim üçün əzizsiniz, gəlin ifamızla. Uzun ömürlü olsun. Amin. Amin deməyəm. Xeyirli olsun Amin. verilişinizə. Mən ilk dəfədir bu verilişdə oluram. İnşallah yaxşı olar Görüşərik gələcək. mütəmadi Görüşərik. inşallah. Gəlin bir Olurlar. ifamızla davam edək Tarzan müəllim, gözəl sənətkar. Buyurun, adınız orada. Aha. Çox gözəl ifa, minnətdaram sizə. Təşəkkür edirəm. Buyurun, əyləşin, zəhmət olmasa. Hə, növbəti musiqili qonağımız çox gözəl bir xanımdır. İlk dəfədir bizim efirimizdədir, amma hörmət tamaşaçılar, bayaqdan görürəm SMS-lər yazırsınız. SMS-lərimizin sayı hesabı yoxdur. Nüsrət yazıb, Tərlan yazır, sağ olsun dostlar. Və birazdan digər SMS-ləri oxuyacağım, amma musiqili qonaqlarımızı dəvət edin. Bir-bir onların ifalarını eşidək. Deməli, muğam müsabiqəsinin qalibi olub. Bir neçə muğam müsabiqəsinin iştirakçısı olub. Hə? Düz deyirəm. Hə, çox gözəl bir xanımdır. Onu çox sevirəm, dəyərlimdir, əzizdir mənim üçün. Və bugün Əfsanə xanımın ifalarını eşidəcək. Bir alqışlar gəlsin. Nə oldu? Eləyirəm, özüm gəlim ora.
Yoxsa? Xoş gəlmisən, gəl. Buyur, xoş gəlmisən. Seni gördüm güzellerin içinde, güzellerden daha güzel biçimde. Senin kimi güzel yoktu hiç yerde, şimşek yolum beni çaldı gözlerim. Seni gördüm güzellerin içinde, güzellerden daha güzel biçimde. Senin kimi güzel yoktu hiç yerde, şimşek yolum beni çaldı gözlerim. Çəkəcəyəm gözlərinin nazını, təxti yazın belə yazıb yazını. Görəcəmmi bu sevginin nazını, şimşək olub məni çaldı gözlərim. Sevəcəyəm gözlərinin nurunu, kölgə kimi izləyəcəm yolunu. Ara axtar həm sağını solunu, mən yazığı dərdə saldı gözlərim. Niye beni yandırıp sen yakırsan, eşk azabın sinem üstte takırsan. Bu halıma gelen durup bakırsan, bəs insafı harda kaldı gözlerim. Niye beni yandırıp sen yakırsan, eşk azabın sinem üstte takırsan. Bu halıma gelen durup bakırsan, şimşek yolum beni çaldı gözlerim. Çəkəcəyəm gözlərinin nazını, bəxti yazan belə yazıb yazını. Görəcəmmi bu sevginin nazını, mən yazığı dərdə saldı gözlərim. Sevəcəyəm gözlərinin nurunu, kölgə kimi izləyəcəm yolunu. Ara axtar həm sağını solunu, mən yazığı dərdə saldı gözlərim. Sevəcəyəm gözlərinin nurunu, kölgə kimi izləyəcəm yolunu. Ara axtar həm sağını solunu, bəs insafı harda qaldı gözlərim. Sevəcəyəm gözlərinin nurunu, kölgə kimi izləyəcəm yolunu. Görəcəmmi bu sevginin nazını, şimşək yolum məni çaldı gözlərim. Bir alqışlar. Hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun. Sizləri ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Başda müəlliməm, Respublikamızın xalq artisti, dəyərli sənətkarımız Juliana xanım Məmmədova olmaqla hər bir kəsi salamlayıram. Bizim
dəyərli sənətkarımız Cəbrayıl müəllimi salamlayıram. O cümlədən hər bir kəsi dəvət üçün də təşəkkür edirəm. Görürsün nə qədər tamaşaçılarımız var burada. Maşallah, maşallah. Necə gözəl insanlar əyləşir. Bir özümüz alqışlayaq. Əksən. Təşəkkür. Musiqiçilər də salamlayıram hər birini. Hamısı Və sənətkarlardır. Xuraman xanım bir şey Aycan. qeyd eləməsəm olmaz. Buyur. Oxuduğum mahnı Tağı müəllimin repertuarındandır. Sən xəbərin var, Tağı müəllim baxır, mesaj yazır. İcazəsini almışam. Allah can sağlığı versin. Xəbəri var. Xeyirli uğurlu olsun Amin. inşallah. Xeyirli uğurlu olsun. Tağı müəllim bizim üçün əzizdir, Salamlayıram dəyərlidir. Tağı müəllimi də. Veriliş başlamamışdan SMS yazıb, onu çox sevirik. Onu milyonlarla insanlar sevir. Nə zaman da verilişimizdə olanda inanın ki, reyting keçirik hamını. Allah can sağlığı versin. Amin. Sizin də ifanız çox gözəl. İlk dəfədir görüşürük, amma inanıram ki, mütəmadi görüşəcəyik. İnşallah davamlı olur. Davamlı olsun. Bir alqışlar. Gözəl, gözəl. Əksən. Demək, ansambl Səbuhi, hə? İnstrumental ansamblın alqışlar. Dəyişildi də artıq inlə belə, hə? Səbuhi müəllim. Danışarıq. Səbuhi müəllim bilirsiniz də bizim üçün çox əziz, çox dəyərlidir. Deməli, mən aparıcı olaq, mən kənardayım artıq Səbuhi müəllimi qonaqlar axtarır ki, Xuraman xanımın nəğməli dünya verilişinə çıxmaq istəyirik, amma sağ olsun da artıq prodüser vəzifəsini alıb boydu da, hə? Çox gözəl, bir alqışlar Səbuhi müəllimə. Hə, hörmət tamaşaçılar, əlbəttə ki, SMS-lərinizin hamısını bir-bir oxuyacağım, amma bizim növbəti musiqili qonağımız var, çox dəyərlidir. Gənc olmasına baxmayaraq, milyonlarla insanlar onu sevir, mən onun da şahidi olmuşam. Odur ki, sazmen Elçin Bəşirovu dəvət edirəm studiyamıza. Xoş gəlmişsən Elçin, xoş gəlmişsən. Bir görüşək. Eva, getdi,
mikrofon orada. Hə, o deyirəm, sonda o sarışın mahnısı olmasa olmur da. Hamı da mənə baxır ki, hə, mahnın gəlir. Gözəl. Xoş gəlmisiniz. Sağ olun, hamı salam gəlir. Əyləşən vaxtlarımızı, evi qarşısına izləyən vaxtlarımızı, musiqistlərimizi, sənətkarımızı, Cəbrayıl müəllimi, xanımı, hamınızı salamlayıram. Sağ olun, Çox çox sağ gözəl. olun. Sizə salamlayıram ki, bizim üçün, bizim gənclər üçün, belə şərait həyatınız üçün çox sağ Bəli, olun. bizim televiziyamız yarandığı gündən bugünə qədər həmişə istedadlı insanlara dəstək olur. Allah canını sağ olun, çox Həmişə sağ də olun. bugün də var, həmişə də olacaq. İnşallah. Əlbəttə ki, Allah sizə can sağlığı versin. Buyurun, əyləşin. Sağ olun. Təbii ki, rəhbərliyimizə Allah can sağlığı versin bu şəraiti bizə yaratdığı üçün. Hörmətli tamaşaçılar, niyə zəng vurursunuz? Axı deyirəm, nə? Səbuhi, biraz səbirli ol, qadın alım. Əfsanə xanımı hamı sevir, səsinə qüvvət, uğurları bol olsun. Əfsanə xanım, Südabə xanım yazıb. Nə gözəl. Demək, Məhəmməd, axşamınız xeyir olsun, nəğməli qonaqlarınızı salamlayıram. Mən Şəmkirin Düyərli kəndindən Zaur Hüseynov sizin qonaqları salamlayıram Şəmkirdən. Nə gözəl. Aleykümə salam deyirəm mən də sizə. Zəng vurmayın da, hörmətli tamaşaçılar. Zəng vurursa mən SMS-ləri oxuya bilmirəm. Və sonra da küsürsüz məndən. Axşamınız xeyir olsun. Salamlayıram sizin fanatınız. Çox gözəl efir aparırsınız. Musiqiçiləri salamlayıram. Səbuhi ansamblıdır, biləsiniz. İndən artıq adı dəyişilib. Salam, gözəl xanım. Verilişiniz çox baxımlı, özünüz də çox gözəl. Şamaxıdan Əfsanə xanımı salamlayır. O çox gözəl muğam ustadıdır. Uğurlar arzulayıram ona. Əfsanə xanım fanatlarınız yazır. Cəbrayıl müəllimi salamlayırlar. Salam, gözəl xanım. Verilişiniz çox baxımlı, özünüz də çox gözəl. Təşəkkür ederim Əfsanə xanım sizə. Salamlar ailəmiz adından Əfsanə xanım. Əfsanə xanım, bütün hamı sizə baxır. Şamaxıdan. Nə gözəl. Salam, Culfadan salamlayıram qonaqları. Sənətkara eşq olsun. Cəbrayıl müəllim sizə yazılar. Nüsrət yazıb. Gözəl sənətkar Nüsrət. Necəsən ay Nüsrət? Yazır, yazır. Tərlan salamladı. Çox sağ olun. Səbuh müəllim sizi salamlayırlar. Cəbrayıl müəllimə salamlar. Oxuyun, oxuyuram. Hacı Qabulu, başda Səbuh müəllim, Qismət müəllim olaraq salamlayıram və bütün Dünya TV kollektivini salamlayıram. Saməddin Hacı Qabullu. Başda Səbuhi müəllim olmaqla. Ay, SMS-lərin çoxunu da silirlər. Silməyin. Ara sıra oxuyacağım. Hə, reklamlardan sonra burada tamaşaçılarımız da var. Dəyərli tamaşaçılarımız da, söhbətimiz də olacaq. Diqqətiniz bizdə olsun. İndi isə reklamlar.
edirəm. Cəbrayıl müəllim, eşq olsun, ürəyinizə sağlıq, əlinizə sağlıq. Allah sizə can sağlığı versin. Görürsünüz, görün necə ifa etdiniz ki, hamıdır, deyir bir oynayaq. Bu özü bir simvoldur. Bir alqışlar Cəbrayıl müəllimə. Qırıq. Məni məcbur eləmə, mən özüm gəlim. Qismət, məcbur eləmə. Hə, demək bizim SMS-lərimiz var. Hə, burada bizim gözəl sənətkarımız nə qədər 47 dənə zəng vurmuş. Hörmətli tamaşaçı. Hə? Səbir müəllim, bir dəqiqə səbirli olun. Bu zənglər imkan versə, Nilüfer balamız bizi salamlayır. Nilüfer balamız, salam, axşamınız xeyir olsun. Verilişinizi sevə-sevə izləyirik. Mən verilişiniz və əyləşən Ağsaqqal Nüsrət kişinin nəvəsiyəm. Adım Nilüferdir. Verilişinizdə gözəl, səsli, istedadlı insanları dəvət edirsiniz. Zövqlərini oxşuyursunuz. Səbuhi müəllimin də ansamblını təbrik edirəm. Yeni adınız. Yeni adınız mübarək olsun, düşərli olsun. Uğurlu olsun, uğurlu olsun. Mikrofonu verin mənə, gedim bir Nüsrət dayının yanına. Bir onunla salamlaşım. Ağcabədidən qonaq gəlib, Ağcabədidən gəlib, uzun yol gəlib. Və mən istədim ki, elə burada bir salamlayım. Xoş gəlmişsiniz Nüsrət dayı, axşamınız xeyir olsun. Mikrofonla bir danışaq. Aha. Bizi milyonlarla insanlar izləyir. Hə. İlk dəvədə axşamınız xeyir olsun. Axşamınız xeyir. O taylı, bu taylı bütün Azərbaycanları salamlayıram. Ondan sonra da bu ATV-nin rəhbərliyin içində işləyən bütün Dünya TV. Dünya TV-nin bütün işçilərin rəhbərlik başda olmaqla hamısına uzun ömür can sağlığı. Təşəkkür edirəm, çox sağ olun. Bu studiyanın gülüsən, bülbülüsən, çox sağ ol. Nərgizlisən, bənöşəsisən, səndən baxmaqla doymaq olmur. Can, çox sağ ol. And olsun Allah, hamımız yığışıb televizorun qabağına. İzləyirsiniz mi Ağcabədidə bizi? Ağcabəd. Sən nə deyək? Sadı güdür uşaqlar. Sadı güdürlər ki, indi Xuraman xanım pisat verilişi verəcək. Çox gözəl verilişlər aparırsınız. Çox gözəl nətər demirsə. Yəni ürəyimizcədir, əsas odur. Ürəyimizdəndir. İndi bax, ürəyincə olan hansı bir ifa var ki, burada səsləndirim onu? Varmı elə bir ifa, bizim ansamblımız ifayı? Var. Hansı var? Mənim Azərbaycanım səslənsə mənə bəs eləyir. Azərbaycan mahnısı çalır. Ay, bravo! Müstəqilliyimizə aid. Gözəl. Mən Rus devrində görmüşəm. Mən köhnə adamlardan 80 yaşım var mənim. Allah sizə can sağlığı versin. Ömrünüz uzun olsun Nüsrət dayı. Çox sağ ol, bugün bizimləsiniz. İştirak elərsiniz. Rus devrində yaşayıb, yarısı müstəqilliyinizdə. Allah müstəqilliyinizi uzun ömür eləsin. Amin. Əlimizdən almasın. Amin. Çox sağ olun. Amin. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Və Nüsrət dayının xahişini nəzərə alaq, bir gözəl mahnı səsləndirək, canlı-canlı. Hə, Nüsrət dayı? Gözəl, hə, bəli. Deyir, nə oynamaq? Oynamaq olmaz. Oynayaq elə. Əsas siz oynamalısınız. Buyurun. İfa edin də. Fürsətdən istifadə edib Gülməmmədov Tərlan Hacıqabıdan salamlayırıq. Bir dəqiqə qoy Tarzan çox kökləsin tarını inşallah biz də ifa edəcəyik. Aha, olsun. Yaxşı. Nə deyirsiniz o? Olsun Nüsrət dayı, qoy siz deyən olsun. Buyurun. Gəl sizin ifanızdan davam edək. Əfsanə xanım. Buyur. Buyur Əfsanə xanım, gözəl bir ifa eşidək. Nüsrət dayının şərəfinə gəlsin bu ifamız.
Uçtu uçtan hayalım hardan hara geceler ben Hasan aparıram yatağlara geceler geceler yatağlara Səni bağ yesin, mən də durub bar gəzirəm. Səni bağ yesin, mən də durub bar gəzirəm. Pəncərin vaxtı keçir, bey belə məznar gəzirəm. Qışda yazdan ötəri xiffət edib qəm etmişəm. Xiffət edib qəm etmişəm. Yaz gəlib yanğımı söndürmək üçün qar gəzirəm. Yarısından yarıya kimsələrə eşq olsun. Yarısından yarıya kimsələrə eşq olsun. Yarımı eşq ilə mən hələ də yarı gəzirəm. Bilmədim kimsə başımdan nə dumanlar keçdi. Elə zənn eylədilər ki, ay Cəbrail mənim uşağım şar gəzirəm mən.
geçen çanlarım elde çıranlar gezirim. Aman 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 ayda yine kumlu sahil yine seyredip yine çayıca düşüp değirmenlere burada sevgilim de geçen kaplar bir nar çubuğunu bastırdım yine burada sevgilim de geçen kaplar bir nar çubuğunu bastırdım yine nar ağacılar çiçeği her ulduzun bir reçeği nar ağacılar çiçeği ne güzel yar göğçeği. Baxıram qəlbim arzu uyanır bircə çiçək qalıb hanı çiçəklər onu qızıl rəngində çəylərdir yaylıları tökübdür yada küləklər onu qızıl rəngində çəylərdir yaylıları tökübdür yada küləklər naraq ağacılar çiçəyi hər ulduzun bir reçeyi naraq ağacılar çiçeyi ne güzeldir yar göğçeyi. Anne oluram sağ olur ben şamahlı balasıyam bu yerlerde benim yurdum bu yerlerde benim yurdum vay 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 ben şamahlı balasıyam ben şirvanlı balasıyam ben cöyleli balasıyam. Sevdim var sabirim var Yuvam şahı alemim var Sevdim var sabirim var Yuvam şahı alemim var Sözlerimde bir mele var Sözlerimde bir mele var Ben şabahlı balasıyam Ben şirvanlı balasıyam Ben cüyleli balasıyam. Derdim bir ayrı yandırır Hasretin öldürür beni Ben siz için darıkmışım Ben sen için darıkmışım Vay 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 Darıkma öldürür beni Darıkma öldürür beni Darıkma öldürür beni. Ay darıkmak öldürür beni aman aman Vedat aman ya aman 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 ayda Əhsən, 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 çox gözəl. Deyirəm adam belə
Doğrudan da belə gözəl ifa işləndə necə də əhvalı xoş olur. Təşəkkür edirəm Əfsanə xanım. İnanın. SMS mikrofonla. SMS-lərimiz də o qədər çoxdur ki, hamı sizə Deyirəm ki, yazır. Xuraman xanım, canlı efirdə də ola bilər ki, nəsə bir... Hər şey mükəmməl, hər şey mükəmməl. Mən ümumiyyətlə, o səsi olmayıb bəziləri var ya, bütün günü efirlərdən düşmürlər. Onlardan danış. Səsin də gözəl, özün də gözəl, geyimin də gözəl. Mənim üçün bunlar çox vacibdir. Uğur ansamblın adı dəyişib olub Səbuhi instrumental ansambl. Narahat olma, adımı bilirəm. Yeni adımız düşərli olsun, uğurlu olsun inşallah deyirəm. Və bizim burada Sazmen Elçinin də gözəl anası, xanım anası 25 ildir istedadlı balalarımıza, gözəl balalarımıza təhsil verib, məktəb direktoru işləyir. Hal-hazırda onu salamlayıram efir vasitəsilə. Mehriban ana, əllərinizdən öpürəm. Allah sizi var eləsin ki, bax belə gözəl, tərbiyəli evlad böyüdü, boya başa çatdırmışsınız. İndi ana fəxrlə öz oğluna baxır. Bəh-bəh, nə gözəl hissdir, nə gözəl duyğudur. Ümumiyyətlə, analar evladlarını çox əziyyətlə böyüdür. Hər bir ananın əziyyəti var. Bəzən deyirlər ki, ailədə... Dostlar, hə. Bəzən deyirlər ki, ailədə yük ən çox kişilərin üzərindədir. Amma mən həmişə deyirəm ki, düzdür, bəylərimizdə də ağırlıq var, ən çox əziyyəti çəkirlər. Yəni, onlar çöldə qazanırlar, amma əziyyətin çoxu evdədir. Uşaqları böyütməkdir, onları yedirtməkdir, geyindirməkdir, tərbiyə verməkdir. Ən çox yəni, evdə valideynlərdən ananın da üzərinə yük düşür. Ona görə də analarımızı da, atalarımızı da Allah qorusun, Allah can sağlığı versin. SMS-lərimizə keçək. Küsənlər də var, məndən xahiş edirəm, küsməyin. Məndən ümumiyyətlə kimsə küsəndə mən çox pis oluram. Axşamınız xeyir olsun, Xuraman xanım, sizi salamlayıram. Əleykümə salam. SMS o qədər çoxdur. Deməli, Ağcabədi rayonunu Taxta Körpə rasindən hamı bizi izləyir. Hazırda verilişiniz mənim atam Nüsrət, bacım oğlu Rahim və bacım Maral xanım iştirak edirlər. Onları da salamlayıram. Nüsrət kişini tanıyıram. Bir ricamız var. Həmən Nüsrət kişi rəqs eləsin. Ha, rəqsə dəvət etmək lazımdır sizi. Deyirəm də, Nüsrət dayı, sizi mütləq rəqs etmək. İsmayılıdan salamlayırlar, Cəbrail müəllimin ifasına görə salamlayırlar. Türkiyədən salamlar var. Salamlar olsun. Əfsanə, qardaşı Müşfiqdən salamlar var. Cəbrail müəllimisi salamlayırlar. Türkiyədən Coşqun bəy salamlayır. Deməli, Türkiyədə qar yağıb, görürsünüz. Xəbərimiz var, mənim xəbərim yox idi. Türkiyədə dəhşətli qar var, amma buna baxmayaraq sizin Dünya TV-də yayımlanan proqramınızı və orada əyləşən sənətçiləri salamlayıram. Mən də tərcümə edirəm də Coşqun bəy SMS-inizi. Hə, bütün qonaqları salamlayıram. Tamaşaçılarımıza Nüsrət dayı sizi salamlayırlar. Çox sağ olsunlar gözəl sözlərinizə görə. Sazla xahiş edirik bir ifa olsun. Əlbəttə adım Şamxaldır, Şamxal. Sizin də xahişinizi nəzərə alırıq. Elçindən gözəl bir ifa eşidək. Buyur Elçin.
Teşekkürler. Elçin çok güzel ifa. Mikrofon ötürək. Cəbrayıl müəllim, çox gözəl ifa etdiniz. Doğrudan da. Yox, sizdə olsun. Məndə mikrofon üstümdə bir qədər mikrofon var. Siz əyləşin, çox sağ olun Elçin. Gözəl ifa idi. Hə, buyurun, söz sizdədir Cəbrayıl müəllim. Çox sağ olun, çox sağ olun da indi əlimizdən nə gəlir çalışırıq ki, biraz keyfiyyətli olsun, yüksək səviyyədə olsun. Mən musiqisi dostlarım da bax buradan ürəkdən çox gözəl müşahidə edirlər. Vallahi hərəsi özlüyündə maşallah. Əfsənə. O dünya səhnəsinə çıxan musiqiçilərdir. Sağ olsun, gözəl də müşahidə elədilər. Bəli. İndi Eşq olsun. canlı yayımdır da ilk dəfədir mən də qonaq qismində gəlmişəm. Yəni heç məşqsiz, yəni plansız. Sənətkara məşq lazımdır Əlbəttə, bir Cəbrayıl dənə deyirəm, müəllim. filan analiz kökün deyirəm. Bax, Əfsədən xanımla indi Yoxsa bəziləri olur, gəlir oxuya bilmir, yıxır ansambl üstəki ansambl deyir. Mən deyir, bu cür sənətkarlar var burada. Pərdə arxası elə öyrəndim, soruşdum ki, bəs filan nə oxuyarsan, filan. Harda filan köydə Allaha and olsun yəni. Özünü şahidsiniz də, yəni bu reallığı deyirəm. Bir də bu məşqsiz rastsızdır. Bu maşallah Allah hamısının canını sağ eləsin. Siz də çox sağ olun ki, mən yenə deyirəm, bu verilişiniz yenə deyirəm, uzun ömürlü olsun. Vallahi baxırıq, misal mən elə evdə olanda da, evdə olan günlərimdə də həmişə izləyirik. Maşallah olsun, elə xalqımız da baxır, sevir. Sizi də ki, maşallah da nə deyim, maşallah saxlasın, Allah pis gözlərdən saxlasın. Amin. Sizə ancaq can sağlığı, arzu edirəm ki, elə axarıncı olsun da həmişə. Amin. Hər zamanda xidmətinizə varıq. Tamaşaçılar da sağ olsun, baxıram elə yazırlar. İndi burada mənə SMS gəlib, mənim bir tələbələrim var, dərs ediyim uşaqlar var, onlar izləyirlər. Sağ olsunlar, onlar da baxıram ki, mənə yazırlar telefonda, SMS-də. Maşallah, izləyənlər də çoxdur. Bəli, maşallah, izləyənlərimiz çox. Dünyanın hər bir yerindən izləyirlər və gözəl SMS-lər almışam, amma hamısını oxuya bilməm, düzdür. Bəzən küsürsünüz, inciyirsiniz, amma bax, zəng də vurmuşsunuz. 52-76 nömrəli abunəçi, zəngimizi aça bilmirəm, inciməyin, amma SMS-lərinizi ara sıra səsləndirəcəm mən birazdan. Hə, Səbuhi müəllim, sizi salamlayırlar. Cəbrayıl müəllimi salamlayırlar. Daha sonra deyirəm ki, 145 SMS qalıb, hamısını oxuyamıram. Deməli, Salam Xurama xanım, sizin hamınızı çox sevirik, bağışlayın. Bayaq sizi yadımdan çıxartdım, Əfsanə xanım. Mənim üçün, bilsin necədir, mən artıq o xoş sözləri eşidirəm, narahat olmayın. Əsas Əfsanə xanımda, Cəbrayıl müəllim də salamlayırlar, Səbuhi müəllim sizi salamlayırlar. Laçın rayonu Alxası kəndindən salamlar. Ay, nə gözəl, nə gözəl. Kaş gedərdim mən Laçına. Deməli, Alxası kəndindən hamımızı salamlayırıq. Nə gözəl, təşəkkür edirəm. Əleykümə salam deyirəm və tamaşaçılarımızdan axı deyirəm, zəng vurmayın da. Yenə də zəng vurursunuz. Mən elə gəlsin, qulaqlarınız yaxşı eşitmir. Ya da televizorun səsini biraz artırın. Yevlaxdan salamlar, Elçin səni salamlayırlar. Elçin Bəşirov, başda olmaqla dəyərli qonaqlarımızı sevilirsiniz. Çox sağ olun. Mən elə seviləndə daha xoşbəxt oluram. Təşəkkür edirəm. Röyal Müğəni də salamlayıram sizi, musiqiçilərimizi, Səbuhi müəllim, necə sizi sevirlər, dostlarımızdır. Salamlayırlar. Gürcüstandan salamlayırlar. Əleykümə salam. Moskvadan Babayevlər ailəsi bizi izləyir, sevə-sevə. Naxçıvandan salamlayırlar qonaqlarımızı və Nüsrət dayı sizi Naxçıvandan salamladılar. Deyirlər, axsaqqal, əsl axsaqqaldır da yəni. Çatdır, eşidirlər. Daha sonra Əfsanə xanım sizi təbrik elədilər. Əfsanə xanımın fikri məndə deyil deyəsən. İsmail İmişlidən salamlayır. Cəbrayıl müəllim sizi nə qədər sevirlər. İfanıza görə təşəkkür etdilər. Daha sonra Səbuhi müəllimi 92-23 nömrəli abunəçi salamlayır. Bilməm nə deyəcək, amma zəng vurur. Axşamınız xeyir olsun. Sizi salamlayıram. Əleykümə salam və qonaqlarımızı salamlayırlar. Tovuzdan Cavanşir kişi, onun nəvəsi, Həzrət nənəsi Bəsti salam söyləyir. Ay, nə gözəl. Biz də salamlayırıq. Çox sağ olun. Salam. Nüsrət kişiyə salam göndərim. Hikmət nəvəsindən. Hikmət nəvəniz sizi salamlayır. Sonra Fatimə salamlayır. Bizi qonaqlarımıza çox sağ olun, təşəkkür edirəm hər birinizə. SMS-lərinizə görə çox sağ olun deyirəm və əgər oxumadıqlarım varsa da küsməyin, inciməyin. Çünki burada bizim qonaqlarımız var, musiqiçilərimiz var ki, onların ifalarını eşidəcəyik və birazdan mənim üçün də bir gözəl hədiyyə göndəriblər. Onları da təqdim edəcəm. Çox sağ olsunlar, təşəkkür edirəm. Diqqətlə bizi izlədiklərinə görə, xoş sözlər dediyinizə görə hər birinizə xüsusi təşəkkürlərim var və Əfsanənin ifası ilə davam edir. Əfsanə, gəl. Hə? Gəl. Əfsanə xanımın ifası ilə davam edir. Mikrofonla da? Yoxdur, Əfsanə, nə olub sənə? Hə, yaxşı, gəl oxu, gəl. Gəl də bəs nə? Cəbrayıl müəllim, gəl əyləş.
Gözəl bir ifamızla davam edəcəyik və inanıram ki, tamaşaçılarımızın da xoş sözlərini eşidirik. Çox sağ olun. Təşəkkür edirəm. Əfsanə xanım sizi salamladılar. Xuraman xanım. Sizə xanəndəyə salamlayıram. Sağ olsun. Nizami Baba yaz. Nizami nə indi sənin? Baba. Nizami Baba yazıb. Hansınıza yaz? Cəmilə xanım yazıb, salamlayır. Hə, bildim. Gözəl bir ifamızla davam edək.
Açma zülfün etmiyle bir hoş edersen alemi. Çünkü sen deşti hatanın emberi sarasın. Ay balam, ay balam, ölürüm baya bana. Gözlerimi bağlamanın için bu gece. Gedirem gözlerimi bağlamanın için bu gece. Yoktu bir ağlayanım, ağla benim için bu gece. Soyğum, öpme üzündən dodağım xəstələnər. Soyğum, öpmə üzündən dodağım xəstələnər. Soyğum, öpmə üzündən dodağım xəstələnər. Gəl dəş yorğanım, torpağım mənim üçün bu gecə. Tahminin ömrü bitir, bir de uzat ellerini. Son derdi gözlerini, bağla benim için bu gece. Ay aman aman, bağla bu. Yar aman aman, ay canım, yar. Geceler yuhusuz uyusan beni. Geceler yuhusuz uyusan beni. Öğrenelim neresin. Unutmak çekilmiş güzelim seni. Unutmak çekilmiş güzelim seni.
Möhtəşəm. Cəbrayıl müəllim, Allah sizə var eləsin. Əfsanə xanım, möhtəşəm. Amma icazənizlə reklamlarımızın vaxtıdır. Kanalı dəyişməyin. Reklamlar. Demədim. Mən özüm gələcəm, ora keçəcəm. Nə oldu? Özüm gələcəm. Məni məcbur eləmə. Nə oldu? Baxır üzümə. Burada. Səbuh müəllim, adı dəyişmişsiniz. Çox istəyirəm siz uşaqlar. Doğrudan da mənim üçün əzizsiniz, dostlarımsınız. Hə, mənim üçün bir hədiyyə gəlib. Əslində mən hamı bilir ki, hamının balasını Allah saxlasın. Allah hamının evladının xoş gününü göstərsin. Və Vidadi müəllim bunu göndərib mənim üçün. Əslində hardasa ürəyimə damıb nədir? Amma çox gözəl hədiyyədir deyəsən. Və mənim qızımın və onun, ay nə gözəl. Deməli qızımın, hamı baxır, görəsən nədir burada? Sizcə nə olar Səbuh müəllim? Sizcə nədir bu? Kömək eləyin. Ay nə gözəl. Bu mənim qızım və onun nişanlısı Mərahimin şəklini hazırlayıb xalçada. Deyir, özdə 100 il ömrü var. Ay nə gözəl, çox gözəl. Allah hamının balasını saxlasın, doğrudan da uşaqlıqdan gələcəyə doğru. Nə gözəl, sağ olsun. Allah balalarımızı saxlasın və Afransdan hədiyyə göndəriblər. Seymur qardaşımız göndərib. Çox sağ olsun Seymur. Təşəkkür edirəm bu gözəl hədiyyəyə görə də minnətdarlığımı bildirəm sizə. Hə, gözəl günlərdə siz də bax belə gözəl Afransdan hədiyyə alıb əzlərinizi sevindirə bilərsiniz. Təşəkkür edirəm. Və geyinmə görə isə mənim həmişə sevdiyim və hər zaman da çox gözəl və
qəşəng belə adamın ürəyinə yatan geyimlər yalnız Sarinadadır. Mən oradan geyinirəm, hamı da bilir. Və siz də gözəl geyimlər istəyirsinizsə, Sarina mağazasına müraciət edə bilərsiniz. Ziyafət geyimləri var, sport stilində geyimlər var, ayaqqabılar, çantalar. Nə istəsə Sarina mağazasına gedin və mənim adımdan kim müraciət etsə, endirimlə istədiyi geyimləri əldə edə biləcək. Bax, bu geyimi də mən Sarinadan geymişəm. Necə gözəl və səliqəli. İnanıram ki, siz də istədiyiniz məkana belə gözəl geyimlərdən əldə edib geyinə bilərsiniz. İndi isə Sazmendən bir gözəl ifa eşidək. Elçin, buyur, sizin ifanızı eşidək. Sonra Cəbrail müəllimin ifası ilə verilişimizi yekunlaşdıracağıq. Buyurun. soruşum, icazəsini almısan ya yox? Yadıma kim düşdü? Nüsrət yadıma düşdü. Buyur, görüm icazə almısan ya yox? Mahnının bərizasını Mikail müəllimin verişində, Mikail Beşikdə. Aha. Efin axını yaxın Mikail müəllimin zəngçilərindən gəlir. Axır dəqiq mikrofon yaxın tut. Əsas o da icazə alınıb. Halallıq verilir. Sağ olsun, çox sağ olsun. Gənclərə dəstək olmaq lazımdır. Təşəkkür edirəm buyurun gözəl ifanıza görə. Hə,
İndi isə biz nə edəcəyik? Sizə, Əfsanə xanım, onu demək istəyirəm ki, çox sayılı SMS-lərimiz var. Cəbrayıl müəlliməm, SMS-lərimiz çoxdur. Deyirəm, qoy deyim, sonra deməsinlər ki, niyə deməz? Cəbrayıl müəllim, SMS-lərin hamısı oxuya bilməsəm də, amma sizə xüsusi təşəkkürlər var. Gözəl ifanıza görə sənətkara hər zaman dəyər vermək lazımdır. Həmişə belə insanları dəvət etmək lazımdır ki, qoy görsünlər ki, necə gözəl bizim tarzənimiz var. Sağ olsunlar. Hamısına mən aile arasında mən təşəkkürümü bildirirəm. Allah hamısının canını sağ eləsin. Çox sağ olsunlar, var olsunlar. Bizi izləyən yenə deyirəm, bu tamaşaçıların hamısı sağ olsun, var olsun, xoşbəxt olsunlar. Təşəkkür. Vəfa xanım bizi izləyir. Gözəllər gözəli Vəfa xanım. Və mən salamlayıram Vəfa xanım sizi. Çox sağ olun, xoş sözlərinizə görə. Mərahim izləyir. Yusif bəy bizi izləyir. Xoş sözlər yazıblar. Minnətdaram, təşəkkür edirəm. Hədiyyə üçün də yazıb xanım, gözəl səsi var. Əfsanə xanım sizi deyir. Mərahim, ilahəm, Allah sizi xoşbəxt eləsin balalarım. Vəfa xanım deyir. Çox sağ ol Vəfa xanım. Amin deyənlərimiz bol olsun. Allah balalarımızı xoşbəxt eləsin və mehribanlığımız elə həmişə də davam eləsin. Pis gözdən, pis nəzərdən uzaq olaq inşallah deyirəm. Amin deyirəm. Amin. Bəh, bəh. Nüsrət dayı deyir, amin. Dostlarım, doğrudan da siz mənim üçün əzizsiniz. Səbuhi ansamblı da, çox gözəl, uğurlu olsun, düşərli olsun dostum. Allah sizə də can sağlığı versin, mənim üçün çox əziz dostlarımsınız və əsas odur ki, dost xəyanəti yaşamayaq. O xəncər yaman iti olur. İnsan ki, kürəyinə batdı, bəzən deyir, dostlarla çox insanlar var, dostluq edirsən, ən zəif yerini deyirsən və ən zəif yerinə də səni vururlar. Ona görə də dostluq edərkən elə edin ki, zəif yerinizi bilməsinlər. O biləndən sonra çox hadisələr başı verəcək. Sizə təşəkkür edirəm. Mənim üçün çox əziz dostlarım. Allah sizi var eləsin. Burada eləşən tamaşaçılarımıza bir alqışlar. Ağcabədidən 350 kilometr, təxmini deyirəm də 350 kilometr olmalıdır. Yol gələn Nüsrət dayı və burada əyləşən mənim həmkar jurnalist dostlarım, Maral xanıma təşəkkür edirəm və yeri gəlmişkən Aysabah xala bizi izləyir. Çox sevirəm Aysabah xalamı, anam Ağca izləyir bizi, qardaşım Namiq izləyir, Allah sizi var eləsin, yaxşı ki varsınız. Görüşümə müdür sizdən ayrılıram, İnşallah qismət olsa yenə görüşünüzə gələcəm və nə deyəcəm, Nəğməli Dünyanı hər zaman izləyin. Hələlik dostlar, buyur Cəbrayıl müəllim.